Müxtəlif sahənin insanları çalışmalıdır ki, öz töhfəsini versinlər ki, gənclərimiz belə bir bəladan uzaq olsunlar. Flamaster kitabı, əvvələn kitabın adını deyək, gözəl bir tapıntıdır. Oxuyanda da görəcəksiniz. Mən bir dəfə ona demişdim ki, yəni bu yoldan uzaqlaş, ondan sonra biz dostluğumuzu davam edəcəyik. O bu şeyə görə dünyasını dəyişdi. Hər il dünyada 500 mindən çox insan məhz narkotik bəlasından dünyasını dəyişir. Hətta elə ailələr var ki, uşağına çox diqqət eləyir, amma narkomaniyanın bəlasına düşüb uşaq. Çünki indiki dövrdə valideyn olmaq çox çətindir. Nə xoş o insanlara ki, həqiqətən öz anası ilə və ya atası ilə dost ola bilirlər. Savadlı ola bilərsən atadan, amma atadan təcrübəli ola bilməzsən. Bir situasiya yaranar ki, atan orada o situasiyadan çıxa bilər, amma sən çıxa bilməzsən. Əsaslı iş görmək üçün kökləri tapmaq lazımdır. Biz bu məsələdə bir olaq, birlik olaq. Əgər burada yaşayırsa, nemətlərindən istifadə edirsə, onun bulağından su içirsə, onun müdafiəsinə qalxmalıdır. Nə qədər ki sevgi yoxdur, nə qədər ki münasibətlər formaldır, heç bir tərəqqidən söhbət gedə bilməz. Qaydaq kitaba. Kitab haqqında bütöv şəkildə danışmaq fikrim yoxdur. Kitab oxumaq lazımdır. Mən bu kitabı oxudum, çox gözəl kitabdır. Bu kitabı oxuyanda mən özüm çox kövrəldim. Bu uşağın adı yoxdur, çünki şəxsiyyəti yoxdur, çünki görülmür. Flamaster bir mövzuda yazılan kitab deyil. Orada insan mənəviyyatı, Allahı, vicdanı, dürüstlüyü, xeyirlə şəri, ən azı heç olmasa həyatında ona təsir eləyəcək nəsə bir şey olacaq.